Azərbaycan və Rusiya liderləri arasında düşənbədə baş tutan görüşdən sonra Bakıdan ilk müsbət addım atıldı. Belə ki, Sputnik Azərbaycanın həbsdə olan rəhbəri azadlığa buraxılıb. Bu qərar iki ölkə arasında münasibətlərin normallaşmasına doğru atılmış jest kimi qiymətləndirilir. İndi isə diqqətlər Rusiyaya yönəlib. İyun ayından etibarən orada həbs edilən azərbaycanlıların azad olunub-olunmayacağı və Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının qatilləri ilə bağlı qərar maraqla gözlənilir. Qlobal İnfoza danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri hüquqşünas Xəyal Bəşirov deyib ki, Rusiya artıq Azərbaycanın prinsipial, qətiyyətli mövqeyini açıq şəkildə gördü və anladı. Stat: Prezident İlham Əliyevin sərgilədiyi bu prinsipiallıqdan sonra Moskvanın fərqli addımlar atacağı gözlənilir. Rusiya bütün dünya kimi Azərbaycan vətəndaşlarının faciəvi şəkildə həlak olduğu təyyarə qəzasından sonra dövlət başçımızın Sankt-Peterburq səfərini yarımçıq qoyaraq dərhal ölkəyə dönməsinin, müşavirə keçirməsinin və istintaqa başlanılması barədə göstəriş verməsinin şahidi oldu. Azərbaycan bu prosesdə bir addım belə geri çəkilmədi və haqlı tələblərini davam etdirdi. Bəzi qüvvələr bu hadisədən təxribat məqsədi ilə istifadə etməyə, Moskva-Bakı münasibətlərinin gərginləşdirməyə çalışsalar da, ölkə başçısı göstərdi ki, vətəndaşların həyatı və təhlükəsizliyi hər şeydən üstündür. Təxminən 10 ay davam edən bu prosesdə Azərbaycan Rusiya ilə münasibətlərin pisləşməsində maraqlı olmayıb. Yalnız baş vermiş faciənin hüquqi çərçivədə araşdırılmasını tələb edib. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.